ekranı görürük. Texniki problem yoxdur ki. Görürük mən. Всё, Mən də хорошо. görsənəm. Deməli, başlayırıq birinci mətnimizdən. Deməli, birinci mətnimiz Amerika Birləşmiş Ştatlarında keçirilən bir bayram haqqında olan День Благодарения, təşəkkür günü adlandırılan bir bayram haqqında olan mətndənsə çox çətin mətn deyil, sadəcə bir balaca fikir qarışdıran mətnlərdən biridir. Deməli, başlayıram 6-cı sualdan. 6-cı sualın birinci cümləsi deyək də, birinci tezisi deyək. День Благодарения впервые был отпразднован индейцами. Deməli, deyir ki, həmin bu təşəkkür günü ilk öncə indeyçilər tərəfindən induslardır, səhv etmirəmsə, tam Azərbaycanca tərcüməsi nədir? Hindli deyirlər. Biri var Hind xalqı, Hindular. Hindular tərəfindən bəli qeyd olunub. Amma bu variantımız səhvdir. Niyə səhvdir? Əgər biz ikinci abzasın birinci cümləsini oxusaq, bizim orada belə bir cümləmiz var. День Благодарения впервые был проведен в 1621 году английскими колонистами, жившими в Плимутской колонии. Deməli, İngiltərə kolonistləri tərəfindən keçirilib, Hindular tərəfindən keçirilməyib. Ona görə 6-1-də düzgün variantım olacaq B variantı. Gələm 6-2-yə. Время от времени колонисты праздновали День Благодарения в честь плодотворного дня. İndi Agi. Bu sualın düzgün variantı A variantı olacaq. Niyə? Çünki əgər biz, baxın bu bizim belə bir cümləmiz var burada. Sonlara doğru altından xəttlə çəkmişəm. Deyir ki, День Благодарения впервые колонисты отмечали хороший урожай, благодарение от случая к случаю. Baxın, aşağıda qeyd olunub время от времени vaxtaşırı. Yuxarıda mətndə qeyd olunub от случая к случаю. Yəni hər hansısa bir vaxtdan digər bir vaxta. Bəli. Baxın, məsəl üçün время от времени tutalım deyirəm. Biri var, hər il sən bunu qeyd edirsən. Каждый год это отмечаешь. Есть отмечаешь время от времени. Yəni ki, vaxtaşırı bunu qeyd edirsən. Təkrarlayıram. Cavabda bizə время от времени yazıb. Mətnin içərisində от случая к случаю. Yəni hadisədən hadisəyə. Yəni bir il qeyd edirdilər, bir il qeyd etmirdilər. Ona görə 6-2-də düzgün variantım olacaq variant A. 6-3. Линкольн предложил отмечать День Благодарения ежегодно 26 ноября. Deməli deyir ki, bu təşəkkür gününü hər il noyabrın 26-sı qeyd etməyi bizə Lincoln təklif edir. Halbuki mətndə qeyd olunub ki, bəli, səhv etmirəmsə 1, 2, 3-cü abzasın son cümləsidir. Вашингтон предложил отмечать День Благодарения ежегодно 26 ноября как национальный праздник. Yəni vроде hər şey okeydir, sadəcə təklif edənimiz düz gəlmir. Lincoln deyil o deməli Washington təklif edəndir. Lincolnun xəbəri yoxdur. Bəli, Lincoln daha başqa bir məsələdə indi çıxacaq qabağımıza. İndi 6-4-də deyir ki, Washington предложил проводить праздничные парады. Deyir ki, deməli bayram paradları keçirməyi təklif etmişdi. Halbuki bizə Washington nəyi təklif edib? O deməli həmin bu bayramın noyabrın 26-sı qeyd olunmağını təklif edib. Amma həmin bu bayram zamanı, daha doğrusu həmin bu bayram günü parad təşkil etmək haqqında ümumiyyətlə mətndə bir məlumat yoxdur. Məlumat olmadığına görə də 6-4-də olacaq variant B. İtavo 6-1B, 6-2A, 3-4B. Aydın olmayan, qaranlıq qalan nəsə bir nüans varmı? Yox, xeyr. Есть? Нет, все хорошо. Keçirim 7-ci suala. Deməli 7-ci sualımızın cavabı tamamilə var ikinci abzasın ortalarında. Deməli nədir burada? Gubernator William Bradford nə edib? Həmin bizim dənə gubernatorlarımız. Этот губернатор, значит, он первый губернатор колонистов, предложил провести день принесения благодарности Господу, чтобы поднять дух своих подчиненных. Deməli həmin bizim bu gubernatorumuz o nə edib? Bu təşəkkür gününü qeyd etməyin əsas məqsədi deyək də, həmin bu işçilərin sadəcə ruh halını yüksəltmək üçün. İtavo 7-ci sual düzgün variantım B variantı olacaq. Baxın, təkrarlayıram, mətndəki cümləni oxuyuram. Yazır ki, первый губернатор колонистов Уильям Брэдфорд предложил провести день принесения благодарности Господу, чтобы поднять дух своих подчиненных. Вариант olarak решил подбодрить от слова бодрый.
budboдрить своих подчиненных. Yəni öz necə deyim, işçilərini mi deyim, ona mənə onun əlinin altında işləyən insanların sadəcə ruh halını yaxşılaşdırmaq üçün həmin bu bayramı qeyd etməyi təklif edir. Ona görə də 7-ci sualda B variantımız olacaq. Bəli. Итак, 8-й вопрос. Что сделали колонисты, жившие в Плимутской колонии? Deməli deyir ki, bu Plimut koloniyasında yaşayan kolonistlər də belə deyək, nə etmişdilər? Bunun cavabı tamamilə var 2-ci abzasda. Gəlin bir də bu 2-ci abzası oxuyaq və baxaq burada imенно 3-4 dənə cümlənin içərisindədir. Deməli, 2-ci abzasda deyir ki, День благодарения впервые был проведен в 21 году английскими колонистами. Həmin bu bayramımız 1621-ci ildə İngiltərə kolonistləri tərəfindən deməli keçirilib, hansılar ki Plymouth koloniyasında yaşayırdılar. Bir dənə bu hissəyə diqqət. Предыдущая zima. Baxın, mətndə bizi ən çox çaşdıran, qarışdıran nüanslardan da biri də budur. Baxın, предыдущая zima, yəni ki, keçən ilki qış deməkdir. Yəni əgər bunlar bayramı 1621-ci ildə qeyd ediblərsə, 1620-ci ildə baş verən qışdan söhbət gedir. Bax deyir ki, предыдущая zima была очень тяжелой и голодной. Söhbət hansı qışdan gedir? 1620-ci ildə olan qışdan, yəni ki, öncəki qışdan. Deyir ki, həmin bu qış çox ağır və ac olaraq keçmişdi. Новая zima также предвещала колонистам мало хорошего. Yəni yeni qış, yəni üzlərinə gələn qışda onlara çox az yaxşı şey vəd edirdi. Более половины из примерно сотни прибывших не смогли пережить суровую зиму и погибли от холода. Həmin bura gələn insanların yarısından çoxu həmin bu pis qışı keçirdə bilməyib və ölüblər. И выжившие же весной с помощью местных индейцев приступили к обработке земли. Kimlər ki sağ qalmışdılar, onlar həmin bu yerli hinduların köməyi ilə artıq torpağı, necə deyim, torpaqla işləməyə başlayırlar. Təxminən belə bir abzasımız var. İndi bizə 80-ci sualda nə deyir? Основали колонию в 21 году. 1621-ci ildə koloniyanın əsasını qoyublar. Bəlkə də qoyublar, lakin bizə elə bir məlumat verilmir. Bizə 1621-ci ildə sadəcə bayram keçirdikləri haqqında məlumat verirlər. Bir getdi. Объявили День благодарения общенародным праздником ki, ümumxalq bir bayram olaraq onu deməli təyin ediblər. Bu haqqda da bizim bir məlumatımız yoxdur. Ona görə deyə bilmirəm heç nə. 3 amma var. С помощью местных индейцев начали обрабатывать землю. O var. Deməli 3 götürəcəyik. Отпраздновали День благодарения без вождя. Vождь hal-hazırda burada olan o rəhbər mi deyim, sərkərdə mi deyim? Həmin o vождь haqqında isə bizə orada deməli belə bir cümləmiz var. Var müəllimə. Orada qəbilə var. Bəli, qəbilə maçdı, bəli. На праздник осенью 21 года был приглашен вождь. Həmin bu deməli qəbilə rəhbəri ora 1621-ci ildə dəvət olunub. Hətta ondan savayı 90 индейцев, yəni ki, həmin o 90 hindular hansılar ki, onlara o torpaqla işləməyə kömək edirdilər, onlar da ora dəvət olunub. Ona görə 4 imенно без вождя, yəni ki, qəbilə rəhbəri olmadan qeyd olunma məsələsi də səhvdir. Amma 5 düzdür. Mənim orada bez yox idi, yəni voz da var idi sadəcə. İnkar şəkisi qoyulur burada. Bəli. Və 5. 1620 году прошли через тяжелые испытания. Bu da sizə bayaq o dediyim məsələdir ki, burada baxın qeyd olunur 2-ci abzasının 2-ci cümləsində. Предыдущая zima была очень тяжелой и голодной. Əgər hal-hazırda 21-ci ildən danışılırsa və bizə qeyd olunursa предыдущая zima, söhbət hansı qışdan gedir? 1620-ci ildə olan qışdan. Yəni ki, 1 il öncəki qış. Burada elə qeyd olunub. Прошли через тяжелые испытания. Yəni ki, çox çətin sınaqlardan çıxıblar. Ona görə də düzgün variantım olacaq variant C. 3 və 5. Aydındırmı? Bəli. Aydın. Gələm 9-cu suala. Baxın, bu 9-cu sualda hər dəfə sizin üçün deyirəm. Zima. Bəli, mütləq və mütləq mətnin içərisində mənasını oxuyun. Məsəl üçün burada deyir ki, значение слова суровый. Mətndə orada qeyd olunub суровая zima.
Söhbət soyuq qışdan gedir. Klimatdan gedir. Bəli, məsəl üçün orada ola bilər idi surovый человек. Surovый человек olsaydı, məsəl üçün siz orada strogiyi də götürə bilərdiniz. Ugrюмый da götürə bilərdiniz. Серьёзный da götürə bilərdiniz. Seriozunu da götürə bilərdiniz. Bəli, bəli. Amma baxın Bəli. elə burada o qeyd eləyən tələbə məsəl üçün bilmirəm fikir verdiniz, vermədiniz, amma burada strogi sözünü seçib. O amma necə seçib? Görürsüz, surovый sözünü mətndə oxumayıb. Tək problemi odur ki, mətndə o sözün mənasını necə deyim, fərqləndirməyibmi, aydınlaşdırmayıb. Ona görə stroqay. Halbuki mən stroqay zima deyə bilmərəm. Yəni ki, ciddi qış necə ola bilər? Amma o холодная zima именно burada surovый sözü sırf холодный mənasında götürülüb. Хорошо? Amma təkrarlayıram, məsəl üçün человек sözü ilə istifadə olunmuş olsaydı, mən artıq orada məsəl üçün холодный человек götürə bilməzdim. Çünki o da məcazi məna olmuş olacaq idi. Orada götürməli dedim, серьёзный человек, строгий человек, угрюмый человек aydındır. Biraz bu məsələlərdə. Amma Y variantı tərcüməsi nədir bəs? Тяжкий, o da. Mən də onu soruşdum. Bəli, тяжкий ağır. От slova тяжелый, тяжкий ağır deməkdir. Хорошо? Məsələn, o da uyğun gəlir də mətnə. Amma bizdən məcazi mənada tələb olunmur. Olunmur. Agi, bizdən məcazi mənada Qış ağır tələb olmur, qış olunmur. soyuq olur. Bəli. Bax sən Bana ağır da farklı qış bir götürmüş. Agi, siz ağır qış da götürmüş olsaz yenə məcazi məna Qramamız olmuş olur da. Amma bizdən sırf açıqlama olaraq tələb olunur ki, bax, surovaya sözü hansı mənada istifadə olunub? Sırf soyuq mənasında istifadə olunub. Хорошо? Bəli. Nə? Həm də mətndəki Bəli. sözdən əvəz etməsini istəyir də. Bəli, bəli. Ona görə maksimal orada uyğun var, холодная zima. Yəni Belə bu bir mətni məsələ deyim. oxumaq lazımdır. Agi, davayçı belə bir şey deyim sizə. Ümumiyyətlə, əgər aranızda kimsə, baxın, hal-hazırda 14-15 nəfər var da burada. Aranızda kimsə düşünürsə ki, mən mətni oxumadan suallara cavab verim, bu siz sadəcə və sadəcə Yox. sizin vaxtınızı alacaq. 6 ildir bu işin içərisində olan biri kimisə deyirəm ki, bu sizin alacağınız ən pis qərar ola bilər imtahanda. Bu, yəni sadəcə xarici dilə aiddir ha, başqalarını deyə bilmərəm. 2 yol var. Bir qrup tələbəmiz birinci mətni oxuyur, sonra sualları cavablandırır. Hətta mənim elə tələbələrim var ki, onlar dinləmənin suallarına belə baxmırlar. Deyirlər ki, mənim ona ehtiyacım yoxdur. O oturur, diqqətli şəkildə dinləməyə qulaq asır, sonra açır sualları yazır. Amma bu individual bir məsələdir. Bir qrupda tələbəmiz var ki, məsəl üçün mən özüm də həmin o tələbələrin siyahısına daxil olmuşam vaxtı ikən, mən də birinci suallara baxıb sonra mətni oxuyuram. Amma altını çizirəm, bax mətni oxuyuram. Biri var ki, başlayıram hər sualın cavabını mətndən axtarmağa, xeyr. Vaxt Bu itkisi də. sadəcə və sadəcə sizin bəli vaxt itkinizdir və mən sizə əmin edirəm ki, mümkün deyil ki, siz 25-30 dəqiqə içərisində onu yaza biləsiniz. Yaza bilməsəz, informatika və məntiqin sualları əlinizdən çıxmış olur ki, bu balınızın aşağı gətirib çıxaracaq. Bir də siz bir mətni 10 dəfə bəlkə oxuyacaqsınız və sadəcə bir sualın cavabını oradan maksimum tapa biləcəksiniz. Amma məsəl üçün mən necə edirdim? Suallara baxırdım. Və mən sadəcə suallara baxandan sonra mətni daha məqsədli şəkildə oxuyurdum. Yəni necə biri var ki, hə, mətni oxuyuram, anlamağa çalışıram, amma nəyə diqqət yetirim, nəyi axtarım, bunu bilmirəm. Amma mən suallara baxmış olsam, ən azından mən mətndə hansı hissəni axtarmalıyam, onu biləcəm. Nəyə cavab verməliyəm, onu Oduqca biləcəm. adamın qabağına çıxır da. Bəli, bəli. Amma yenə deyirəm, bu Mən də individual bir, elədim. bu individual bir məsələdir, Agi. Yenə deyirəm. Yenə aramızda elə uşaqlar var ki, onlar deyir ki, yox birinci müəllimə, mən elə mətnimi oxuyum, sonra gəlim yavaş-yavaş onun suallarını cavablandırım. Elə mənim də sizə, bizim də sizə bu sualları, mənim sizə bu sualları işlətməkdə əsas məqsədim odur ki, həmin ona kurikulumda metakognitiv bilik deyirlər də. Yəni siz daha rahat necə yazırsınız? Hansı metodla yazdığınız zaman düzgün cavablarınızın sayı daha çox olur? Həmin o metodu tapmağınızdır. Yoxsa bu qəbulları işləməyinizin heç bir mənası yoxdur. Bu sualların heç biri təkrar sizin qabağınıza çıxmayacaq. Mənim isə bunları işlətməkdə əsas məqsədim nədir? Həmin o metakognitiv bilik olaraq biləsiniz ki, məsəl üçün Rəna birinci sualları oxuyub sonra mətnə baxanda daha düzgün yazır. Sənan birinci mətnə baxıb sonra suallara baxanda daha çox düzgün cavabı var. Və yaxud da birinci qrammatikaya baxıb sonra mətni yazmaq mənə daha rahatdır. Məsəl üçün birinci 3 dənə dinləmə sualını işləyib sonra digər ikisinə fikir vermək mənə daha asandır. Aydındır? Bunları işlətməyimə isə tək məqsədim budur. Хорошо, пожалуйста. Bunu siz ara çoxdan özünüzdə çıxarmalıydınız, bilməliydiniz. Bu çox vacibdir. Metodik olaraq bilmək hər fəndən çox vacibdir. Ona görə ona baxın. İndi mən sənə desəm ki, tutalım kimi də o sualı verin, tək yadımda da deyil. Mən. Rəna sən quzum. Məsələn, indi mən sənə desəm ki, kimi də o?
Ülkən. Ülkən. Mənəm, amma adım Kənandır. Hə, хорошо. İlker, indi mən sənə desəm ki, qızım get məsəl üçün mətnini oxu, sonra suallar cavablandır. O sənə səhv gəlmiş ola bilər. Sənin metodikana uymamış ola bilər. Və yaxud da desəm ki, birinci suallara bax, sonra mətni cavablandır. Hər kəsdə o individualdır. Ona görə sən özün baxmalısan ki, hansı sənə uyğun Mən olacaq. birinci oxumalıyam gərək mətni Bax sonra. görsən hər kəsdə fərqlidir. Çünki oxuyub sonra suallara baxanda Aha. yadımda qalır ki, o Bəli. şeylər hansı abzasdaydı, hansı cümlədən sonra Vot видишь, görsən hər kəs üçün o individualdır. Bəli, məndə də elədir. Suala baxıb Nasıl? sonra tekstə baxıram. Ha, вот Suala видите. baxanda tekstdə tez tapırmaq olur. Ну, daha все, rahat. görsən hər kəs üçün individualdır. Все, bunu da belə özünüzdə yadda saxlayın. Gəlin indi 5 dənə bu yazdıq qrammatika sualımıza. Deməli, əslində uşaq suallardır. Bir dənə sual çıxmaq şərti ilə. Başlayıram 16-cı sualdan. Siz sualları görürsüz də, Agi, правильно? Yox, görmürəm. Görmürsüz. İndi görürük sualları. Bəli. Deməli, başlayıram 16-dan. Bu 16-cı sual haqqında, bir də 18-ci sual haqqında bəlkə bir 10 dəfə, hətta 17-ci sual haqqında da mən sizə məlumat vermişəm. Demişəm, bu mövzuları izahını demişdim. Baxın, bir dənə qəbulda qabağınıza çıxacaq. Bu 16 həmin o dediyim suallardan biridir. Deyir ki, укажите ряд слов, употребляющихся с предлогом в. V predloqu ilə istifadə olunan sözləri istəyir məndən. Düzgün variantım D variantı olacaq. В лесу, Bəli. bu istisna sözü idi. Поселок demişdim, coğrafik məkanlarla V istifadə edəcəksiniz. В поселке, в деревне, не знаю, там, в городе, в селе. Depo nədir? Qapalı məkanda nə istifadə olunacaq? V istifadə olunacaq. Məsəl üçün A variantında bort sözümüz gedir. Потому что на борту olmalıdır. На краю. C variantında на берегу. Y variantında на станции. Düzgün variantım qalır D variantı. 17-ci sual. Со словом болотистый. Bir dənə xahiş edirəm, fikir verin. Болотистый sözünün yanında açıqlama olaraq sonluqlar da qeyd olunub. A-ya, O-y, I-y. Yəni bu o deməkdir ki, aşağıda verilən sualların cinsi, təki və cəmi sizə maraqlı olmalı deyil. Sadəcə məna olaraq baxmalısınız. Болотистый sözündə ist var. Nəyi bildirir? Çoxluğu bildirir. Deməli, болотистая местность, bataqlıqlı yer. Болотистая почва, nədir? Poçva. Как его? Torpaq. Bataqlığın torpaq. Bataqlığın torpağı da belə deyək. Amma болотный цвет, например, olmalıdır. Nə deməkdir болотный цвет? Rəng. Rəng olaraq. Rəng. No da, все. Elə o məna olaraq da düzgün variantın 1-4 olacaq variant A. 18. Mən bu balotla səhv yazsaydı, Hı. o bizə nə olardı? Haramçılıq olardı. Da bu bax başqa parodiyumda səhv eləsəz bəlkə bu məni o qədər əsəbləşdirməz. Amma imенно bu sözdə səhv yazsaydınız da mən sizə sözüm yox idi. Bolotный цвет deyirik də, düzdürmü? Da. Bəs o danışıqda razgovorna reçdə balotovый da deyirik. O səhvdir, hə? Balotovый. Onu quzum birinci dəfə deşdirəm mən. Mən bəzən o Ona görə mən deyirəm ha. Qızım ona görə mən deyirəm mən parodiumun səhv istifadəsi nitq səhvidir. Al bax sən gördün nitq səhvi. Hə. 18. Многозначные слова, yəni həqiqi və məcazi mənada istifadə olunan sözləri istəyir. Голос, səs. Например, человеческий голос, правильно? И, например, голос народа. Tutalım ki, xalqın səsi mənasında. Eyni şəkildə игра. Тоже и в прямом, и в переносном значении может употребляться, поэтому это какое значение слова? Многозначное. Итак, 18 вопрос. Аги, sualları görürsüz də. Görürük. Да. Итого там получается, значит, голос и игра. İndi gəlirəm 19-cu suala. Bu 19-cu sualı bir 19 dəfə izah eləmişəm sizə. Deməli, Bəli, mən baxan ki, müəllim götürdüm, heç o birisi variant daha qoymadı. Maladet. O naxadı gözümə girdi o variant. Kim ki bunu düzgün yazıb, deməli izaha yaxşı qulaq asırdı. İtaq baxın, ümumiyyətlə nəyi izah edeyim sizə bir dənə. Bax yazır ki, укажите ошибочный variantda, səhv olan variantı istəyir. Bax fikir versən, səhv olan variant deyil. Cümlələrə baxırsan, tutmuruq da nə məsələdir. Deməli, əgər biz cümlələrə baxıb anlamırıqsa, söhbət burada nədən gedir? Deməli, sizin orada nitq səhvi istəyir. Nitq səhvimiz də burada olan bu Y variantındadır. O da nədir? Feili bağlamanın səhv istifadəsi. Bu cümlə bəlkə 10 dəfə Подлежащее yazmışam. там нету, да. Там подлежащее есть, шляпа.
Bax bu tip cümlələrdə nə idi? Bax Y variantında olan səhvi bir dəfə də izah edirəm. Deməli, подъезжая к станции bu bir fe'li bağlamadır və sizin fe'li bağlama istifadə olunan cümlənizdə mütləq mübtəda olmalıdır. O mübtəda həm fe'li, həm də fe'li bağlamanı icra etməlidir. İndi baxın. Что шляпа? Bəli, что шляпа? Nə şляпа? Шляпа что сделала? Слетела. Şляпam nə etdi? Uçdu. Okey. İndi sual verirəm. Həmin bu şляпа может подъезжать к станции? Sizin şляпanız stansiyaya yaxınlaşa bilər? Xeyr. Deməli, səhvdir cümləniz. Ona görə düzgün variant Y olacaq orada. Bunu izah eləmişəm Hətta mən deyə. onu demək istirdim ki, müəllimə, подъезжающий, yəni səfərdən qabaq подъезжающий yoxdur. Hə, yəni ki, onu icra etmir. Fe'li bağlamamızı icra etmir. Və 20-ci suala gəlirəm. 20-ci sualımızda dialoq qurmalıyam sizinlə. Yəni o qədər də çətin bir dialoq deyil. Hətta mən sizə Asan idi, orada 4 ilə 5 gəlirdi. Da. Heç O baxmağa ehtiyac həmin yox o idi. 4 ilə 5-i bu dialoqu səhv yazan tələbələr necə tapa bilər? Elə orada olan sözlərlə. Bax deyir ki, Leyla, где ты была вчера? Dünən harda olmusan? O da 4 ilə cavab verəcək ki, я была в музее музыкальных инструментов. А что тебе там особенно понравилось? Nə daha çox xoşuna gəldi? Əsasən xoşuna gəldi. Bax, понравилось sözü var. Что тебе особо понравилось? Deməli 5 ilə cavab verəcəm ki, мне понравился тар. Что ты нового узнала от Тари? Bu tar haqqında yeni nə öyrənmisən? Bax bir dənə 2-yə. Я узнала, что музыкант Мирза Садык вместо 5 струн на таре сделал 11. Deməli 5 dənə həmin bu struna yerinə 11 dənə edib. Как он играл на таре? Tarda necə oynayırdı? Oy, nəsə mən səhv elədim. Mən 4 ilə 5 tapandan sonra heç davamlı çox da baxmağa ehtiyac yoxdur axı. Yox, bir dənə deyən mən Asta başqa düz gələn bir şey yoxdur. Да, просто mən elə bir nəyisə düzgün что-то узнал, потому что музыкант. Sonra как он играл на таре? Он играл на таре, прижимая его к груди. Və как раньше держали тар? Раньше тар при исполнении держали на коленях. Bəli, B variantımız düzgün. Просто orada bir balaca səhv qeyd etmişəm sizin üçün. Итого получается вариант B. Bəli. Okey, Agim. Bəli. 19-cu sualın digər variantlarına baxa bilərik. 19-cu sualın digər variantlarında hamısı hələ demək olar ki, eyni mövzudur. Orada, məsəl üçün deyirəm, A variantı, пришедшие в парк дети быстро принялись за игру. Parka gələn uşaqlar tez bir zamanda oyuna başladılar. Qızım, bu digər suallarda səhv yoxdur deyə mən orada sənə heç nə izah eləyə bilmirəm. Başa düşdün? Orada D var, orada izabalizm olmalı deyildi. Mən o vidu məsələsini sizə keçən dəfə nitq səhvləri izah eləyəndə demişdim. Vidu, İza, по причине, bunlar hamısı səbəb göstərir. Bəli, hamısı səbəbdir. Sən ora İza da qoya bilərsən, vidu da qoya bilərsən, по причине də qoya bilərsən. Səhv deyil o. Хорошо? Yəni o sinonim predloglar olduğuna görə səhv deyil. Хорошо? Bir dənəsində yazmamışdım. Хорошо. Bir dənə sonra yazarsınız mənə ümumi nəticələrinizi. Agi, bu suallardan 16, 20 aydın olmayan, qaranlıq qalan nə var? Пожалуйста. İlk nə müəllimə aydındır. Aydındır. Mənə biraz qrammatika çətindir. O birisiləri elə bilirəm, qrammatikadan problemdir. Хорошо. Bu da biraz geç qoşulmuş ona görədir. Хорошо, отлично. Müəllimə, axşamınız xeyir. Axşamın xeyir qızım. Bu 19-cu sualda müəllimə, bu B variantında vısadı yazılır. Vısadı olmamalıdır orada. Всады burada yön bildirir qızım, istiqamət. Всады, протянувшись вдоль берега, пришла непривычная тишина. Всаду bağda deməkdir. Всады bağlara. От слова сады bağlar. Всады bağlara. Cəm formasında istiqamət bildirir. Çünki bax, всады пришла непривычная тишина. Куда пришла? Всады пришла. Hara? Bağlara. Хорошо? O cəm, этот как его? Да, хорошо müəllim. Где sualı deyil də, quzum, kuda sualına cavab verir. Bildim. Çox sağ olun. Siz sağ olun. Хорошо.